Sırğalıların parti 3. Baxın görün bunun içində nə var. Ay ne güzeldi. Baxın xanımlar, kəpənə formasında boyunbağı. Süper şeydi değil mi? Baxın görürsünüz mü? Çok güzeldi. Oradan da qəşəngdir. Nədir? Sırğalar. Görürsünüz mü? Ne güzellerdi bak. Bunlar da satılıqdır. Sımrıda. Bu nədir? Saç sancaqları 5 dənə. Toya, ad günlər, şənliyə gedəndə. Görürsünüz mü? Başınıza vurursunuz. Sancaqdır. Çox küçük sancaqdır. Akşam qiymətləri yazıb səhər Simruk iş yerində paylaşacağım qiymətlərini. Yer düşmüşdü mü? Bu da qəşəngdir. Bu nədir bilirsiniz xanımlar? O 2 dənə boyunbağı var ya belə. Onlardır. Ürək formasında görürsünüz mü? Çox güzel ürəklərin formasında görürsünüz mü? Baxın. Çox gözəldir. Simruk, yəni satırlıqdır bunlar hamısı. Hamısına qiymətləri axşam yazacağım. Səhərdə Simrukda göstərəcəm. Nədir? Hədə böyük paketə qoyublar. Vallaca şey. Ay ne güzeldi. Sırğaya bak hanımlar, ne güzel sırğadır. Bu necə sırğadır bilirsiniz? Belə göstərim. Bunu bura taxsız, biri belə taxsız. Süper sırğadır. Çox gözəl sırğadır. Bayıldım. Sen de get. Sen neysen? Ay düştü. Bakın görün hanımlar, ne güzel boyunbağıdır. Değil mi? Çok güzel boyunbağıdır bakın. Çok güzel boyunbağıdır. Simruqa. Satılıq olanda deyirəm ki Simruqa. Nədir? Açmayı tapabilirsiniz. Aslında ben inci xoşuma gəlmir, ama siz üçün aldım belə boyunbağıdır. Görürsünüz, çox gözəl inci. İstəsəz qol bağı da eləyə bilərsiniz. Sizin zövqünüzə qalıb. Səndəcə Simruqa, yəni satışa. Sonra bu sırğama 2 dənə idi. Biri özümə götürdüm, bir də satışdaydı. Sağ və sol qulağa idi. Mən özüm sağ qulağa götürdüm, sol satırdı. Məsələn, bu nədir? Boyunbağı. Baxın görürsünüz mü? 2 dənə belə boyunbağıdır. Yapış yapış görürsünüz mü? Bilmirəm nədir. Bunun yəni mənası nədir? Heç bilmirəm. Sizcə bunun mənası nədir? Amma bu süperdir. Baxın görürsünüz mü? İzi formasında boyunbağı. Sizə satışa. Bunu sipariş eləmişdim mi? Unutmuşam. Mən nə sipariş elədiyimi unutmuşam. Çox mal vuranı təbii ki insan istəsəməz unudur. Başka ne kaldı? Ne kaldı? Ne kaldı? Kime ne kaldı? Sırğa. Boyunbağı. Bence kalmadı. Sizce?
Ben bunu axtarırdım. Bu nədir bilirsiniz xanımlar? Bu çox gözəl bir açabilirsem malımdır. Çox sevirəm bu malı. Bu nədir bilirsinizmi? Bu çox vaxt toylara gedəndə və ya gəlinlər bəzənmə vurmağa alaydı. Bana baxın. Hindistanlara oxşadım mən. Zarafat edirəm. Belə elədim ki, yəni göstərim. Sonra videomun altında pis sözlər yazarsınız deyə belə başda deyim də. Bunlar istəsəz bu cür, istəsəz yəni saç bəzəyi də edə biləsiniz. Yəni bu saç bəzəyidir. Bu da satışa. Sən də getsin Mürqa. Ümid edirəm. Satırlarsan. Mənim aşkım, mənim canım, mənim bir tanem. Səni neçə gündür gözləyirdim. Niyə gəlib çıxmırdı? 40 gün səni gözlədim. Hanımlar, qızlar, sincərlərimə, fırçalarıma baxın. Baxın, ip yumuşaq. Ay, nə gözəldir, nə gözəldir. Mən fırçam bitmişdi, əslində xarab olmuşdu. Yəqin çoxları bilirsiniz ki, fırçanın ən çox istifadə edildiyi müddət 5 ildir. 5 ildən sonra zibiliyə at get. Buna baxın nə gözəldir. Sevirəm bu fırçaları ötürü. Çox gözəl. Bu mənimdir. Mən özümə ay aldım. Məhsul budur. Görsünüzmü? Göstərmişdim. Baxın nə gözəldir. Xanımlar parlayır. Bunlara çatdı sadəcə. Budur. Özümə götürdüm. Mən sonra 2 dənə də üzük götürmüşdüm. Bunlar da arasında. Videomu bəyənmək, kanalıma abunə olma, videomu paylaşma və Sımrıq hədiyələrə iş yerimə gəlin. Alış-veriş eləməyi unutmayın. Özünüzə yaxşı baxın. Bye bye.